Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə. 30 sentyabr müsahibənin növbəti gününün suallarını izah edirəm. Birinci sual, birinci müəllimlərdən pin kod soruşublar. Şəxsiyyət vəsiqəsinin hər kəs bunu bilməlidir, əzbərləməlidir. Növbəti sualımız üsul və formaları nəyə əsasən seçirsən? Bu sualı biz dərslərimizdə yetəri qədər müzakirə etmişik. Üsul və formaları nəyə əsasən seçirik? Dərsin məqsədinə uyğun olaraq, təlim nəticəsinə uyğun olaraq biz üsul və formaları seçirik ki, bu dərsdə məhz bu iş üsulundan və yaxud bu iş formasından mən istifadə edəcəm. Bilirik ki, müəllimin gündəlik planlaşdırılması olur və biz öncədən dərsimizi planlayarkən təlim nəticəsinə, dərsin məqsədinə uyğun olaraq bilirik ki, bu iş forması və bu iş üsulu ilə dərsi həyata keçirsəm, şagirdlər daha yaxşı öyrənəcəklər və daha dərindən mənimsəyəcəklər dərsi. Ona görə bu, təlim nəticəsindən və dərsin məqsədindən asılı olaraq dəyişə bilir iş üsulu və iş formaları. Bu dərs bu iş üsulu və formasını seçmişəmsə, növbəti dərs həmin dərsin məqsədinə uyğun olaraq digər iş forması və üsullarını seçə bilərəm. Üçüncü suala baxırıq. Tapşırığı elan edirsən, şagird bunu eşitmir. Yenidən elan edərsənmi? Baxın müəllimlər, bu sualın izahını verməmişdən əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olun ki, hər gün paylaşılan müsahibə suallarını görə biləsiniz və həmçinin videonu bəyənməyi də unutmuruq. Təbii ki, mən tapşırığı elan edirəm. Şagird bunu eşitmirsə, mən bunu yenidən şagirdə elan edərəm həmin tapşırığı. Hətta şagird tapşırığı başa düşməzsə, yaza bilməzsə, mən ona yenidən istiqamət verərəm, yenidən izah verərəm, fəaliyyətini stimullaşdıraram. Yəni elan edərəm. Əlbəttə ki, yenidən elan edərəm. Şagird bunu eşitməyibsə. Növbəti sualımız bu müsahibənin həmişə deyirəm ki, ənənəvi sualıdır. Çünki qiymətləndirmə mövzusundan, rəy mövzusundan mütləq şəkildə neçə illər ərzindəki müsahibə olur, həmişə bu mövzudan sual düşür. Rəy ilə qiymətləndirmənin əlaqəsi varmı? Təbii ki, rəy ilə qiymətləndirmənin bilirsiniz ki, sıx əlaqəsi var. Konstruktiv rəy, formativ qiymətləndirmənin elə əsas komponentlərindən biridir. Rəy nədir? Rəy, mən həmişə deyirəm, şagirdin uğurunu vurğuluyuruq. Üstə gələ şagirdin çatışmayan, inkişaf etdirilməli məqamları vurğuluruq və bunu düzəltmək üçün istiqamət göstəririk, yol göstəririk. Biz də formativ qiymətləndirmədə elə şagirdə konstruktiv rəy veririk. Summativdə də yekunlaşdırıcı summativ rəy olur. Təbii ki, rəy ilə qiymətləndirmənin əlaqəsi, sıx bir şəkildə əlaqəsi var. Biz şagirdə qiymətləndirdikdən sonra ona rəy veririk ki, öz üzərində işləsin, hansı boşluqlar var, hansı məqamlar ona qaranlıq qalıb, o hissəni inkişaf elətdirsin. Təbii ki, biz bunu qiymətləndirmə hissəsində edirik. Ona görə də rəy ilə qiymətləndirmənin sıx şəkildə əlaqəsi var. Növbəti 5-ci suala baxırıq. Həmişə hazırlıqlı gələn şagird. Hazırlıqsız gəlsə nə edərsiniz? Baxın, bir şagird həmişə dərsə hazırlıqlı gəlirsə, müəllim bəzi şeyləri görməzdən gələ bilməlidir. Mənim bir şagirdim dərsə həmişə hazırlıqlı gəlib. Bir dəfə hazırlıqsız gəlirsə, mən bunu bir yüngülvari göz ardı edə bilərəm. Bu bir dəfə baş verirsə, yox, bu proses davamlı şəkildə baş verirsə, bu artıq bir neçə gün davamlı şəkildə olursa, əlbəttə mən uşağa yaxınlaşaram, uşaqla fərdi şəkildə söhbət edərəm, nəyə hazırlıqsız gəlməyinin səbəbini soruşaram, ola bilər uşağın ailəsində bir problem olub, ola bilər uşağın səhhətində problem var, uşağın psixologiyasında nəsə problem yaranıb, yəni bununla maraqlanaram, fərdi şəkildə söhbət edərəm, şagirdin probleminin nə olduğunu öyrəndikdə bir müəllim kimi əlimdən gələni etməyə çalışaram. Valideynlə əlaqə saxlayaram. Əgər bu hal düzəlməzsə, mən hiss eləsəm ki, bu şagirdin psixologiyasında da müəyyən bir dəyişikliklər var, özünə qapanma var. Təbii ki, məktəb psixoloqunda işə cəlb edərəm. Bugünlük sualların izahı bu da qədər müəllimlər. Sağ olun, hər birinizə uğur arzulayıram.